özlərinin kodu olur, daxili məhkəməsidir. Bu nə deməkdir? Arbitraj təyin olunduğu və işə baxdığı qərara çıxartılır. O qərarın nə dərəcədə keyfiyyətli olduğuna məsuliyyət daşıyan eyni zamanda istisnadır. Çünki onların öz müəyyən nüfuzu var, bu qazanırlar. İstəyirlər ki, öz qərarları keyfiyyətlə çıxsın. Yəni, həmin o kodlar məhkəmə verir. Bu, məhkəmə dediyim hansı bir şöbədir. Amma ATOK-da bu olmur. ATOK bir dəfəlik formalaşdırılan qurulmalıdır. Deyək ki, A şirkəti ilə B şirkəti arasında mübahisə yarandı və bunlar tribunal formalaşdırmalılar. Arbitrajı ATOK seçimlərdir. O halda onların arbitrlarını hansısa bir institutla tutalım ki, Bakı Arbitraj Mərkəzi və İstanbul Arbitraj Mərkəzi həmin şəxslər özləri seçirlər ki, Blankes bəy, Blankes xanım, Blankes bəy bunlardan formalaşsın. Bu zaman suallar yaranır, deyək ki, hansı qaydalara əsasən baxacaqlar. Çünki bunlar institutda tabi deyilər. Onu da seçə bilirlər. Deyək ki, razılaşa bilərlər ki, məsələn, ICC-nin qaydalara əsasən baxan, deyək ki, İstanbul Arbitraj Mərkəzi qaydalarısı. ATOK-la institusional fərqi izah edə bilmədimsə, biraz da danışırlar sizdən. Hakimlər kesinlikle qaydanı seçilməyi tərəflər sərbəstdir və hakimlər bu seçilən qaydandan razı deyirlər. Tərəflər başqa qaydalar olmalısı O, razılığa gələnə qədər. Yəni, ola bilsin ki, ilki məqamda razılıq verməndə deyəcək ki, bulan qaydaları seçək. Çünki nəticədə bu prosessual bir şeydir. İşin substantivlən mahiyyət üzrə həllinə dair bir həlledici olan mahiyyətdir. Sadəcə o proses olmasa, razılığa gələnə qədər belə sual olur bərdə. Hangi aydın olur, ATOK-dan institusional fərqi? Parçadan çəkilməyi nə sual olur? Birinci instansiya məhkəməsində qərar çıxarılır. Bizim əlimizdə hansı imkan var, onlara razılaşmasın? Apelasiya verələri. Çünki apelasiyadan da gedə bilər, amma arbitrin qərarları yekun olur. Arbitraj qərarları. Bundan şikayət edilən mümkün durumu deyil. Kimin hansıdır? Başka soru, başka Maratın özlüğü, başka? Ondan verilen şikayetler, həmin qərardan verilen şikayetler hiç olsa mahiyyət üzrə. Mahiyyət üzrə qərar verirlər. Bildiyimiz apelasiya yox. Amma burada bir biz müqavilə bağlayanda mübahisələrin hərbi bəndini daxil elədik. O halda arzu olunandır ki, seat of arbitration deyilər. Məsələn, tətbiq olunan, arbitraja tətbiq olunan. Bu da müəyyən bir ölkənin arbitraj haqqında qanunu olur. Desək ki, Bakı Arbitraj Mərkəzində, Bakı Arbitraj Mərkəzi mübahisələrin həlli metodu kimi seçilir arbitraj tərəfindən. Bu halda tərəflər eyni zamanda seçə bilərlər ki, tətbiq olunan hüquq, buna deyiləcək tətbiq olunan arbitraj hüququndan söhbətdir. Müqaviləyə tətbiq olunan hüquq yox. Tətbiq olunan arbitraj hüququ Azərbaycanın arbitraj haqqında qanunudur. Və bir tərəflər deyə bilərlər ki, Bakı Arbitraj Mərkəzi baxsın, amma tətbiq olunan arbitraj haqqında qanun Türkiyənin
millətlər arası təhkim qanunudur. Bu nə deməkdir? Qərarın qəbul olunması ilə bağlı hansısa bir pozuntu, deyək ki, belə deyək, Azərbaycan arbitrajının haqqında qanunu var və o qanun öz tələbləri var. Hansı qərarlar, hansı məsələlərə arbitraj tərəfindən baxıla bilər, qərarda şikayət verilməyə səbəb ola bilər. Əgər biz arbitraj tribunalı bir qərar qəbul edirik və həmin qərarın qəbul olunmasında pozuntular müəyyən olunursa, bu prosessual pozuntular mahiyyəti olur. O halda Azərbaycan arbitraj qanununa əsasən verilir komissiya. Fərqli ölkələrdə fərqli məhkəmələr nəzərdə tutulur. Burada bir qanunlu bir məsələ var. Varsa, davam edirik. Biz dedik ki, komissiya müqavilələri bağlamında orada dispute resolution adına bahsedilir. Belə bir doktrin olan ölkələrin əksəriyyətində bəzilərində yox. Buna deyirlər separability doktrin. Yəni, qəbul olunan budur ki, arbitraj mübahisələrin həlli bəndi, müqavilənin tamamı mübahisələrin həlli bəndi, müqavilənin özündən ayrılır. Müqavilə özlüyündə bir anlaşma, bir razılaşma. Dispute resolution bəndi isə fərqli bir anlaşma. Burada bir qaranlıq bir məsələ var. Bizdə də tətbiq olunur, separability doktrini bizdə də var. Bəzi ölkələrdə yoxdur, məsəl üçün İsveçrədə yoxdur. Mən İstanbul Arbitraj Mərkəzinin nəzdində bir dənə işlər edirəm. Və o işlər bir müqavilə konsesiyasından keçmiş bir digər bir şəxsdir. Yəni, bir tərəfin müqavilələri keçmişdir başqasıdır. Həmin halda xüsusi bir razılaşma var idi ki, tərəflər yalnız müqavilə üzrə hüquq xərclərini eyni zamanda mübahisələrin həllinə dair bəndi də ötürü məsələlərə razılaşır. Yəni, onu ayrıca razılaşdırmışlar. Bu da separability doktrinin, yəni, bunların ayrı olmağına dair doktrinin bir bariz bir nümunəsi. Yəni, gələcəkdə müvafiq ölkə üzrə arbitraj məsələlərini nəzərə alırlar. Bu doktrinlə mütləq göz önündə olmalıdır. Deməli, bayaq New York Konvensiyası adı çəkildi. Onunla bağlı, ümumiyyətlə, New York Konvensiyası nədir və arbitrajının fəaliyyəti nədir? Kimin buna dair bir sualı bilməksiniz? Səhv eləməmsin, qərarların tanınması. Tanınması? Və icrası. Tamamilə doğrudur. Səhv eləməmsə 172 dövlət New York Konvensiyası. Burada fundamental məsələ nədir? Həmin dövlətlər arasında belə bir saziş olmalıdır. Ondan sonra bu tətbiq olmalıdır. İkinci bir məsələ də var. Deyək ki, belə bir saziş yoxdur ölkələr arasında. Bu halda nə baş verir? Reciprocity, yəni qarşılığılıq prinsipi var. Çin ola bilsin ki, müqavilənin dövlətlər arası saziş olmamağına baxmayaraq, Çin Azərbaycan məhkəməsinin qərarını özündə tanıyıb və icra edilməlidir. Bu halda Azərbaycanla bu qarşılıq prinsiplə əsasən bunu edirlər. Belə bir praktiklər. Amma arbitrajlar New York Konvensiyasına uyğun olaraq bütün qərarlar, bütün arbitraj qərarları düz ölkələrin ərazisində tanınır və icra edilir. Bu arbitrajın bir üstünlüğüdür, yəni uzun-uzadı icra prosesində bizim hazırda bir işimiz var. Şirkətimizdə Şotlandiyada çıxmış bir qərarlıdır, məhkəmə qərarıdır, boşanmaya dair. Azərbaycanda tanınmalıdır, amma 3 ayda 4 ayda işlədir. Hələ tanınma başlıqdır, nəinki ondan sonra hələ icra edilir. Bu uzun bir prosesdir, çünki məhkəmə hər zaman uzundur. Amma arbitrajda bir arbitraj qərarı sanki həmin ölkənin özünün qərarı bir şey.
ikincisi çalıb, kim çəkdi, adam kim çəkdi. Birinci xanım çəkmişdi. İcazənizlə xanım çıxanlar sonra siz tutacaqsınız. Buyurun. Başqa fikir olan yoxsa, deməli, münasib tərəfinə geçəlir. Və yaxud da ola bilər ki, o da ayrı razılaşmaya gətirib çıxardığınızda. Ola bilər, necə də ola bilər, tərəflər deyək ki, resolution kimi seçkilərə məhkəmədir. Amma sonradan hazıra gəlirlər ki, ayrı sağış bağlıdır ki, ehtimalımızın varsa da, gəl biz bunu artırırıq. Bu da ayrıca bir razılaşmadır. Hər bir buyurun. Tərəflər arasında arbitraj sazişi olduğu halda elə bir iş olanlarında ki, mübahisə arbitrajda baxılmaz. Saziş var, amma iş baxılmaz. O halda ola bilər ki, həmin işə və həmin ölkənin arbitraj qanununa uyğun olaraq arbitrajda baxılmalıdır. Məsəl üçün belə bir deyək ki, elə bir məhkəməyə elə bir müraciət olunur ki, həmin müraciətdə tələb olunur ki, ihtiyacısına tələb olunur, hansısa orqan buradan hansısa hərəkət eləməlidir. Məsəl üçün, deyək ki, hansısa bir ticarət nişanı var və sizin ticarət nişanınızdır. O ticarət nişanı olur, trademark. Həmin o trademarkı sizdən qabaq başqa bir şirkət qabağa düşüb gedib öz adına qeydiyyata alır. Siz də istəyirsiniz bunu ləğv etmək, çünki sizin qanunu əslində sizin